Aha. Benim başlayalım. Şimdi deməli elmlərdindən 30'a kadar vermişdim, yoxladınız. Siz açma səhvlərinizi deyin. Kiminlə səhv var və səhvlisin. Sən də lövhədə yazılan misallar dəftərdə yaz. Yaxşı, yəni bilmədi, olar. Gətirməmsə dəftər. Hə. Gətirməmsə də belə gözlə. Hətta şu arasındasın. Məndə qaralama var ya. Məndə qaralama yoxdur. Neyse. Səhvləri neçəsi getdi? Neçə? 709. 709 üzərləri. Allah'a dəftər ötürsünlər. Neçə? Qulaq. 7 dedilər. 3 dedin sən. Sən dedin. Sən. 3'e baxar, ona nəmləsən, amma evdə video baxıb yenidən artıq yazasan. Tamam mı? 3. X minus 2'nin 20 kvadratı çıxılsın 16. 3 kimsə bir babalar. Hə. Bax. Sadə bir misal. Şöyle. İlk önce 16 nəyin kvadratıdır? Bildin mi? Allah. Bayazdan nə? X minus 2'nin kvadratı. Bunun 2 üstüne yazabilirsiniz. Birincisi, bunu muhtasar bulmak üstüne göre açarsınız. Devamında bunu da yazarsınız, həll edersiniz. Bu bir üsul. İkinci üsul nədir inşallah? Bu nədir? Üsuludur. A kvadratı çıxılsın. Bir dəfə nazlı x çıxır 2 minus 4. Bir dəfə nazlı x çıxır 2 üstə gəl. Mənfi 2 mənfi 4. Arada. Mənfi 2 müsbət 4. Müsbət 2. Sonra arada. Deməli, cavabımız x minus 6 bölü 5'in x plus 2 olacaq. Yəni, bizim 3 nömrəli sualda cavabımız hansı variantdır? C variantı. Aydın olmuş ama edelim. Bu 3 nömrəli sual kimi səhvli çəkərsin. İlk nədən səhvli? Sonra şöyle yazdım. 7. 4 dediler. Sonra 7. Nazım 4 de bunun kardeşi yani. 4'ü saklamışsa bitti mi? 4 de bunun kardeşi onu yazarsın. 7. 7 yazıp ki bizden şu an. A kvadratı plus 4'a plus A plus 4. Aha. İnşallah. Bu eşken. Bunu sebebinden sen. Bak burada ortağını görürsen. Aha, A'nın çarpımına kaldı içeride. Evet. Şimdi burada ortağını görürsen. Benim çarpımına kaldı içeride. 4. Şimdi her ikisinin ortağına var. A plus 4. A niye? Axı vurma kim baxırsan şeye? Yaxşı mı? Vurma kim baxırsan, vurma kim baxırsan. Tamam mı? Buradan A plus 4'ü götürdüm. Ne kaldı geriye? A. Ne kaldı geriye? B. A plus 4 vurursun eşkin. A plus B. Aydın olaydı mı? Harda səhvlər. Bəlkə də bir işarət yapar. Ama ne olmaz? Müsbət olursa. Yaz geliyor. Aha. 9. Şimdi 9 nömrə sual xoşlar. Yazmaktan sonra. Yazın bakma 9 nömrəmiz ya. Ben niye seçtim? 9 oxu. Bir şey değil. Böyle seçtim. Bəli. Böyle seçtim. Ne səhvdir? Ben. Allah 9 oxu. Halvadır. Halva. İnşallah ortada ne var? Her ikisinin ortasına var. X ne? X belki demişler. Birincide ne kaldı? İkincide ne kaldı? Bu sefer ciddi sisi. Oğlum şokta hemen şu an. İstifa sağlamıyor olacaksınız. Yazın bunu. Səhvin. Səhvlər çox istəyirdim.
De. İyi mi? Ne? İlmekte səhv yok canım. Sen. Sen ilmekte səhv yok. Hadi buradan anla. Yok. Sonra şala. 14. 14. Nazlı 14'e de səhv. 14 verdi ben de. Sen? 14. Ben 14'den ağırda çıkmadı. 14 verdi. Sen de 14. Aha. İşimiz 14'ü kümeyle işimiz. Hele? Elin ne var ki? Yaxşı eşim ben böyle yazmayacağım. O kadar. 14. Ne var 20 ve sen? O değil mi? Ben de çok seviyorum. Ama ne oldu? Ben baktım sana ben öyle şey yok. Ama 14 tane sağ var orada zindan. Ona kabul ediyor. Ne diyeceğim? Bu dedim mi ne zaman? Ne var ne görürsün orada? Hani o da şöyle. Akıbatı bu üzerine çıksın cebine koy. Ben. Ne yiyeceğim o zaman şu an? Çıkardırsın. Ne yiyeceğim? Antuvada tınca kıvada çıkardırsın. Akıbatı ben burada var ki. Bu kurdu cebine ben. Bu da cebine. Ben. Her ikisinin ortalama var. Cid. Akıbat ne diyorsun? Ne ha? Bir tane C çıkış olarak. Ben. Ne kadar geliyor? Akıbatı çıkmasın ne kadar bunun Cek var. altında? Yani. Aferin. Ne var şimdi? Bu an üstü dışarıda. A çıkmasın ve A senasını. Yani A çıkıcı, A çıkıcı ya. Sen beni radyo olursa yaz bunu. Yemeğim. Yaz bunu. Tamam, bir videoya gezdim ben sana şimdi. Eşken mesela 5 tane ortasına sen çekmiş. Belli. Dedim eşken mesela 5 tane var diye sen çekmiş. Aha. Sonra aşağıda 17. Ben de 17. 17'ye kadar bakacağım. 15-16 saatde hiç şu an. Yok. 17. Tamam 17'ye bak bir şu an. Şimdi 17'ye bak. Bakalım. Verelim misal. Ben. Şu an her ikisinde ortalama var. X. Çek. İkisinden iyi. Kvadrat. Aha. Çıkarttı. Bunu solda. Şu an buradan ikisini götürdüm. İkisi kaldı. Yani x kvadratı. A kvadratı. Buradan hamısını götürmüşsün. Ne kadar yerinde? 8. Hamısını götürmüşsün. Necə sıfır qalsın? X. Vurmaq kimi uşaqlar yaxşı mı? Deyirəm ki, sizə 5 ədədi, düzdürmü? 5-i yerinə götürüm, yerinə də vurmaq kimi uşaq. Niyə? Çünki 5 ədədi hansıdır? 5 nə? 1. Bunda hamısı götürmüşsə uşaq yerində 1 qalmalıdır. Qaytaranda əvvəlki vəziyyətinə qayıtsın deyə. İndi birinci nə yanından 2 yazıram, kvadrat olsun deyə. Problem deyil olsun mənim. Hansı düzdürdü? Yine de A çıxılsın, A kvadrat çıxılsın, B kvadrat, düzdür uşaq? Yəni x A çıx bir dəfə 1. Bir de x a üst rəqəmlə 1. Aydın olursa yoxsa yox. Yazmıyorum. Şimdi yaz. Aslında bunu yazıyorum. Yavaş ver. Yazdığını katman yazdığını. Al. Şimdi bir gün başka saatler okudan. 18. 18. Aha, 18 Cim. Ne diyor 18'de? Okumaya değil bir yazıyorum. 5 x'in kvadratı çıkmasın 20 50 kvadratı faydası. 2x'in kvadratı çıksın sen. 20 50 Tabii. Evet. 18'di. Aha. İnşallah sade bir şey. Yani niye sade bir şey değil inşallah? Bak her ikisinin ortağına görürsünüz. Vuruş öğrenmeli. Hangisi? 5. 4 niye? 4 ne? 4 sıfır 5 Her ikisinde ortağına var. 5 5. 4 niye çıksın? 5 tane 4 çizdi. Ne kadar? Bunu olarak diyor. Her bir sen. 4. Böyle dedim. Aha.
Bağımsız türlü. Ant, akvadı. Açtığındaki var düzülmüş. Yani A çıktı bir de A üstte gel be düzmüş ha. Yani 5 vurulsun. Demek x çık ne? 2 bir x tanesi. Çətin oldu ya. Aşağı çətin oldu ya şu an. Hı? Yok. 20. Sen söyleyeyim mi? Mesela elemezler var. Dikkatsizlik oldu orada. Hesaplama sayfalarda soruldu. Burası da sualda axı. Ne olsun sadece şu an? Belediye öncesinin sayfalarda nasıl var? Bundan 5 sıkıntıda Vay, vay, vay. 5 çıkmıyor, 5 çıkmıyor. Kim bilirsən? Adı 5 çölde kalır. Burada 5 var sadece. O yok, o 6 de. Sonra 5'e çıkartırsınız. Necə çıxardın bakalım? 3'dən 5 ayarladınız mı sən? 3 yok 6, o Bu 30. 3'dür. Bu 3 hakimatıdır. Ben de öyle 30 istedim. Bilirsin. Az satın. Hər A'nın nəyi? Kvadratı. A'nın kvadı çıxdın ağzına. 5 Faiz. A. Düzdür, çıxılsın nə qalır? 1. Aferin, 3 qalır. Niye sorun? Ama A'nın kvadratını götürdün, 3 axı yerində qalır. Hayır, şey yok. Aydındır sən bu. Böyle bir şey. 3 qalır. Yazın. Yazın değil. Neçə? 21. 21'e bax uşaqlar. Ay, 21 də çox çətin sual ya. 21 o qədər çətin uşaqlar. Elə çıxıb baş sındıran saatdan. Orta nə var? Emin neyi? Kuku. Nə qaldı geriyə? Bunu səhv eləmişsiniz. İkinci satışta yazmışım. Bunu səhv edəndə məndə nə gözləyir? İkinci satışta yazmışım. O mənim problemim deyil. Aha, yazdı sonra səhvə gəlsin. Yani ben de 22'den sonrası yok. Ben de yok. Niyə? Boştu. Akıllara göre yazmıştım ama sert çıktı onda. Hamısı da çıxdı. Ben de dersi yazmışım. Oraları Nə? 29-38. 29 nə? 30. Ora qədər qanları qalmamışsa, Ben sən bu olmalı. Hı. Yazdan? Yazıcıda bir yerdə. 22. 22. Ax kvadratı. Ax. X minus B. Ne yazmamış? Burada da A X Orta ne var? A X var. Aha, düzüm ne aldın değil mi? Çıkarttım Ax ne kaldı geriye bir tane? A X. Peki, Ax yok havalar. X orada bir tane var çıkarmışsan şöyle. Bir 2x bunlara bir tane x var. Bir de çıkarmışsın. Burada bir tane sadece x kaldı. Burada yerinde bir kaldı. Olmaz ki A X çıkartasız orada A X çıkartasız. Sizce? Orada içerisinde A X çıkartasız. Aferin lan. Burada ortamlar var uşaqlar. Evet. Ama ne be? Niye? Çünkü içeride sistem bazı ne? Mənfi müsbətə dəysin olsun mu? Hər ikisinin ortalığı A var. X sıfır B X bölü 1. Həqiqətən çətin sual. Bunu versin, hatırlamayın bu. Nə demək? Sen çıkartasın. Aha. Yazımını tamam. Yazımını çok çətin sualını tamam edik. Hayır. Hı. Hayır. Peki yazalım. Sorun bu. İyi. İyi bakmıştı. Hayır o başka bir geçti. Topu yazdım sana. Topu yazmış o. Topu yazmış. Bir de o gaydadır. Gayret. Ha. Aha uşaqlar, sözüm yox sizə. Baxın uşaqlar, 23-də, 24-də, qardaş, onların nəyinizə indi eyni şeylər. Mənim şeysi söyləmirəm. Gələn dəfə, baxacağım, şimdi, necə giymişim. 25 tane biraz.
Gəl çəkdə o sualı sor. Yox 25 nədir sualı? Hamı baxsın da 25-ə. Yəni təzəfə qazanmışlar. Deyir ki 25 kubu. Üstə gələn 15-i nəyə çalar? Ben səhvlər olsun, ama şey yok mu? Sən bənim düzəltdin bunu. Aynen. Dur onu bizi düzəltə. Əzəl. Ben sizden ama sizden ben de Gözəl. ben de Buna müəllim o təlim gəlmir. Yok ben Eləfə. hangi gün tamam mı? Nə? Hangi gün? Mən o gün bu sənə deyirəm. Eləfə dəvət edirəm. Ben niye? Eləfə dəvət edirəm. Ay ben çatın soğanı ama ne yazayım? Çatın soğanı bu. Bak o bir şey var. Gəl bir edəcəz, gəl. Hə, Ben de orası var. məcbur niyə? Ben buradayım. Tamam demə. Amma oynatmaya yöndən. Buyur. Sağ ol. Tamam, belə bərabər qoy. Evet. Bərabər qoy. Gəl, gəl, səhət çək. Bir adam evet. İndi şart biz yani. Dans üstü bak. A kubu üstte gelinsin. Beko. Üstünden sonra şöyle. Ak kvadrat. Kubu plus. A üstü gelsin ve A üstü C. Gel yazalım üstte kenarda. A kubu üstte gel B kubu neye göre eşkin? A üstte gel B. sonra Eşkin burası neye? Ak kvadrat plus. A. Sonra Plus yok. ben Özde de bileceğim bunun üstünde. bir de Ne? B kvadrat. Beko. Adı ne abi ya? Gelin o dediğimizi bıraktık buraya. 25 üstte gel ne? 25 üstte gel ne? 25 plus 5. 3. 15. Sonra devam edelim. Üstüne göre devam edelim. Ha, onun da 35 hemen 35 yazın. o maçları da değil mi? 25'in kıvatı. Yazmıyor. 15. 15'in en inşallah. Kvadrat. Buyurun. Şimdi inşallah. Buradan alttakini de yazıram. Bakın ne var burada. Bir saçmalık için. 225'in yerine nasıl 15'in kıvatı 225 yazılır. Görürsün inşallah. Saçmalık için. Sonra daha ne yazar? Üste gelmesin. Bana üstü bir şey var. A kıvat çıksın ne? Bir de 35'ten 15 kazan. Düzgün. Bir de 35'ten 15 geleceğim. Böylece ne? 5 hemen. O C'de 4. 50 yerine 5'e bağlıyor şu anda. Ben niye böyle ama ne var? Bir de bunun hamısıyla Bunlar güzel. hamısı. Çok yeni şeyler. 25 de 15. Ben Gör. Değersin. 20. Aydın oldu hamıya. Ketin yazacağım. Ket yaz. Ket bir de yaz. Yazın diye. Çağıracağım. Ne yapayım? Sen sonra. 25. Bunu yazmış olmam. Yirmi altı, 27, 28, iyi şeyler. İyi. Atam güzel. Evet. Aslında. Ciddi. Onu da evet. Sıra ne? Gelecek. Eşkin. 26. Olmaz ya. İyi gelecek. Farkma değil mi? Ben ne kısmı ya? Yapıyormuş o ya. Azden de Süt yazın, ne olursunuz? Eş nerede? Söz. Ne diyeceksin? 30'da 30'a kadar yazmıyorum hiçbir çok sözüm yazmıyorum. Tamam. Daha yerimizde oturmadık. Lefe çağırdım zaten. Ham yerinde 28 yazsın. Lefe yazılan bakalım. Ham işlesin yerinden. Bakacağım. İşte
Nasıl tamam. Doğru. Herkes bunu şey yazmış o. Ben kaç yıl işte. Kitabı istersin ha. Ha. Şu an bu misalı gətirdim mən indi biləcək videoya düşün. Bax yenə eyni üstü uşaq, düzdürmü? A kubusda gəl B kubusu uşağa, yəni 65, uşağa 65. Üstə gələn isə 25. sonra vurulsun 65-in 65 çıxısın. kvadratı. 65 vurulsun 25. Üstə gələn 25-in inşallah kvadratı. Mən xərcdə də 625-i çaşdırmam. 625 yəni 25-in nə deməkdir? Kvadrat deməkdir. Çıxılsın 65 vur 25. Üstə gəlsin 65-in inşallah kvadrat. Nə olsun ilərləşdirir? Sakin işarə problemi yoxdur onsuz da. Bəli. İkinci tərəfdə A kvadrat çıxsın B kvadratı. B 35-in 20 çıxardır uşaqlar qaldı 15. B toplayacam 55. Buna verdim 55. Bunlar getdilər. 90 üstə qaldı 15. 105 idi. İndi yəni bu sayılma olmuş oldu. İndi ondan sonra uşaqlar. Burada olan 29 30 kim eləmir? Ben de satın. Evet, bir yanına bakalım. Aha, indi. Çok maraqlı bir sual var da iç-içə gedir əslində var. Aha. Ben bunlar yok ya. Sonra yukarıda. Yox, gəlmədək. 29'da baxışlar nə var orada? Bir A çıxılsın 1. Vurulsun A üstə gəl 1. Bir vurulsun A kvadratda gələn əşyalar 1. Hala, baxın da bir dənə diqqət. Düsturdur. Sadə bir düsturdur. Nədir nəmin birinci hissəsi? Yəni A kvadrat çıxılsın 1. Düz uşaqlar. Axı bir dənə davamı var. Nə var burada? Yenə həmin düsturda uşaqlar. Amma burada kvadratın kvadratı. A üstü 4 çıxısın. Aha. Aydın uşaqlar. 29. 30'da da baxa bir yerdə. Sadə bir sualdır. Yenə hansı düsturdur nəmin? Düz eşki. Şimdi böyle düşünsen. Bir kvadrat çıxılsın 4. 3 üstə gəlsin. 6. Üstə. Y üstü 4. Sıfır 6. Səhvə yana yazsın. Doğru ben. Çok iyi. Güzel. Topluya Ondan geç. sonra yukarıda. Sonra gayet testleri işledim öyle. Test. Dünya işledim değil mi sabah? Ve yazmış. Yok ben de zaten bilmem en azından size de böyle böyle eve test olsun diye. Yazın Video ne yaptım? Ne? Yazın bir Nedir? yazın bir işte. Ya acaba bir şey. Güzel metin soraştım sizden zaten. Çok Öyle de biraz. Öyle. Yere sözüm YouTube'a olanı kapat. Peki. Aha. merkezim var. Mesela etwas kalmaz. Aa, niye? Size öyle biraz ha? Var. Öyle? İdbat konuda tebessüm var. Tamam bir de şey var. Çok adım böyle arabadan 30 test yapacağım. Gel yok şu var. 30. Yani 25'e kadar ederiz. 25. Ben burada 30'a. Müsaade ses sorun. Bizi grup okuyabilirik. Okuyor. Ben okumamışım. Ne yapacağım? 25'te. Olsun ne grubu? Sesle oku. Sesle oku. Et tapşırığı olarak toplam 30 test yazdım. Ben 25 yaptım. Şimdi 30 test yapacağım. Siz de 25 demiştiniz ama. Sonradan su yazmışam. Olsun. Ben telefonda Yaxşı, eyvallah. Ben telefonda kalmamışım. 1, 2, B, 3, C, 1, 2, B, 3, C, 4, E, 5, C, 6, 7, A, 8, C, 9, E, 10, D. 10. Diyan. Tamam. 11, 12, C, 13, 14, E, 15, B, 6, A, 7, C, 8, D, 9, B, 20, C, 1, D, 2, C, 3, D, 4, E, 5, D. Neyse, üstünde işlemişsin. 10. Ben burada yazmıştım. Yaxşısın. Sonra, 30'a kadar kim yazır? Fatma sen yazırsan, hə. 26, Y, 7, D, 8, B,
9A30'dur. Aha. Gəlin buradakı səhvləri dinləyək ha. Mən səhv yox yazmadım. Mənim səhvim. Yaxşı. Yoxsa səhvlərini yazmalarımız deyil. 25'ten sonra. Sizcə? 25'ten sonra hamısını yazdım. 11 mən. 25'dən sonra hamısını yazın. Sən 25'ə qədər səhvin yox ki. Evet. Allah olsun gözlərim yaşardı. Sən də? 11. Bir dənə 11. Yox, səhv yox yazmadım. Bir dənə. Yox. 11. Hə. İndi baxaq sonra 11-ə. 11-ə qədər yazmadığınız var kiminsə. 11-ə qədər sualım var səhv. Evet, sorun. 11 qədər sual mən həyatımda çətin sual görməmişəm. Deyirlər, yəni bu sualı artıq sistemdən çıxaracaq ki, avar 81, 9, 8 diye. Nə? Benim elimden o. O heç ya düzdür. Başqa ama üstünə görə A çıx B. Azıcık B böyle. A üstə gəlməsin. B. 9-dan 7 çıxanda. 2, Üstə gələndə 16. 32 bölü 8. 8'den Ne var. yazıyorum? Bunu yazmaya utandım, sən utanma. Yox. Yazın bunu. Yazın bunu diyəndəki də sözüm bitti yani. Kim qaldı səndən beraber? Sonra aşağılar. Mən 3 dənə boşlar 19 20 19, 20, 19'a kadar səhvin var mı Nazlı? 12, 13. 12 de buradan böyle. 12 nədir? 10 kıvatçıq, 7 kıvat. Yani biz 10, 13 neyse. 13 çəkəm sən. Səgir. 16. Sonra keçək. 16. 16. 16. 16 gəldi. 16. Hay Allah. Nə çətin sualı bu? 16'ını görəndə Ay Allah, deməli, A kvadrat, B kvadrat plus A kvadrat. A kvadrat çıx B kvadrat bərabər A çıx B vurulsun. 48-dən 32 çıxanda Yəni eləyirsə 16. 48-dən 32 gələndə 80, 90. 80. Aha. 80. Mən 23'dən 17 çıxanda 23'dən 17 gələndə 80 40 1, 24, 20. qalır 1 qalır inşallah. Hər ikisi 2-yə bölünürmü? 3 qalır nə? 1. 3'də 16. Bunu da qarşıda çevirsək inşallah. 5 qalır. 3'də 1. Tabii. Bildiğin səhv eləmə ikimizə. Yenə. O bir dəstə var. O bir dəstə var ama. Sınıf deyil aslında. Nasıl? Sonra. Özümüz də pahalı. Bizə 12 necə? 17'də nə deyirsən oxu? 2 artısı 2 kvadratını almaq üçün artı 2 Şuna kvadrat. bir dənə fikir verin. Bax, A çıxılsın 2B kvadratını almalısan, düzdürmü? Düzdürmü? Bunu almaq üçün sən A plus 2B'nin kvadratını deyir. Üzərinə nəyə gəlməlisən? Bax. Diqqətlə baxın. Hamımızdan bura baxın, sən bazar uçuyorlar. Yan bura baxın. Sən bunu almalısan. Bunu almalısan. Bunu sən çəkənməlisən. Bunu açılışına verəcəm mənə. İki A böyle. 2 vurursun, A vurursun, 2 verir ama 2 olur. Sonra 4 ben neyi? 4, A, B. Şimdi bunu açın. Düz. 2 ver. Burada minus 4 A verir. Burada da düz veremezsin. 2 dənə özünü. Onda bunu sen çekemezsin. Mən 8 aldım. Bir dənə özünü. Daha menfi 4 almalısın. Düzdür mü? 4'ün başına mı açmalısın menfi 4 olsun? 4'ün başına. 4'ten 8 çıkmalısın. Yani burada çıkılsın ne yazmalıyım? Su. Ya cevap ne oldu cevap? Aydınma sen. Bak 18 dedi. Fikir versen. Orada da ne olacak? Getir bak. Diğer 3 A plus B'yi de almalısın. Çıkın sen al veremezsen. Orada çok sade bir şeydir. Su. 12 mi gidelim? Müsbət 12 verdim. Ha, bir şey olan su. Bildiğin. En de çetin suallar değil aslında.
19, 21, 20, 20 düzdür. Bilmiyorum, yazın 19 oldu. 19, 20, 20. Onları həm nöqtəsinə nəzər edeyim, nöqtəsinə də var. Həm onları skript nöqtəsinə nəzər edərsən, izahatlar vermişdim. Həm də onları ayrıca olaraq parçalama üsuluna edəcəklər. Mazlum başa vururuz, ortadan. O da olar, amma skript nə olar yəni? Yazısından çətin deməli. Al. Yəni yazmışsan, Parçalı yazılan. sildim yazmışsan. Olmasa baxacağız dedim. Aha. Uşaqlar, baxın yenə 19-a hamımız. Birinci parçalama üsulundan yoxlayacağım uşaqlar. Niyə parçalama eləmək? Həmin, Fatimə, 5 ilə 1, cəmi neçədir? 6. Mən bu 6-nı nəyə parçalayayım? 6x necə parçalayayım? 3'den 2. Dedim ağzında. Dedim. 5x-lə 1x yəni x-ə bərabərdir. 5x-in kvadradı. Təbii ki, bu yəni 5x saxlayacaq. Nə edək inşallah? Aha. Çıxılsın nə? X-də gəl 1. Niyə çıxılsın? Çünki mənfidir ki. Bərabər. Birinci tərəfə ortaq nə var? 5x. Çıxartdım. 5x-in nə qaldı içəridə? X çıxılsın. 1. İkinci tərəfdə mənfini atsam qabağa. Mərkəzi altın x sıfır olacaq. Hər ikisində ortaq nə var uşaqlar? 5x çıxılsın. Hamısı götürün yerinə qalışalar. Aydın olursa isə, diskriminant necə edir? Diskriminanta baxın uşaqlar. Diskriminant tutulur. Bunun alsı nəyə bərabərdir? 5'ə. B'si nəyə bərabərdir? Necə 6? C'si nəyə bərabərdir? Diskriminantı nəyə bərabərdir? Onun B'nin kvadratı, yəni 6'ın kvadratı 36'sın 4 vurur. A vurulsun C'ye. 36 çıxılsın 4 vurur 5 vurur 1. Yəni 36 çıxılsın 20. Neçə edir uşaqlar? X1 bərabərdir. Mənfi B, yəni mənfi 6. Müsbət 6. Bir dəfə üstəlik kökdən 6 nə çıxır? 4. Bəli 2 yəni 2 vur 5. 10 bölü 10 1. Sonra keçən ikinci hesab bölmüş günü 6 çıx 4. 2 bir də 10. Yəni 5 dənə. Misalını tek sonra bizim üstümüzü demiştim axı. Bayağıdan 5x kvadratı çıx 6x plus 1. Forma necədir? A vurulsun x çıx x1 vurulsun x çıx əzbərləmişik səni. A vurulsun x çıx x1 vurulsun x minus x2. A nədir burada? 5. 5 vurulsun x çıx x1 x çıx. Sadəcə onların yuxarıdakının fərqi nədir? Burada 5 götürüb sağda içəridə. Siz hemen bu 5'i buna vurun, buna vurun. Hasta yaxşı ola bulsan. Buna vurun da düzdürmü? Çünki burada kəsir yox edir də. Bu qala olduğu kimi 5'i x-ə vuranda 5'i 5'də 1'ə vuranda oldu mu eyni şey? Hadi davamıya dəqiq yazılır. 19 kimin səhv edir? Tam səhv edir. Yaz. İşini yaz. İkisi istedi. Yukarıda Parçalı aferin yazın. ne yazalım? Güzel. Beraber siz Bir kere onu diskriminant yazın. Diskriminant usulünü yaz. Yine de yaz, yine de yaz. Ne olursa olmaz ama diskriminant usulünü yaz. Yazmışım. Yazdı sonra geçe 20'ye, 20'de olup kalk bir yere.
Yazdın ama. Nerede yazdın? İndi gecə 20-yə baxaq gedir inşallah. Buraları silirlər mi? Bunlar olayı yoxlar silir. Hə. 20-yə baxın şuralar. Hamısını parçalar üstüne yiyecek. Yine dikkatle bakın olmasa. Yine 5'ten 1 görüşüyorlar, düzdür mü? Ve ortada ne var? 4. Düz Fatime. Fatime 5'ten 1 çıkanda ama ortada 4'tür, menfi 4'tür. O da 5'ten 1 çıkmıyor. Menfi 5'in üstüne menfi 5'in müstəqil. Onda bu olacaq bak 5x kvadratı. Çıx 5x üstə gələn üstü. Aydın inşallah size əla. Orta ne var birincidə? Eşkenciz. Ne qaldı təzdən? X çıxdır. Mən təzdən 2 yazıram, yox. X çıxdır. Bu nədir uşaqlar? Mühtəzəni alıram sadəcə. Yenə x minus 1 çıxardıram görək, qalır 5x plus 1. Aydın uşaqlar sizə sadə bir üsullu yaza bilərsiniz bunu. Şimdi yaz. Sizde teşekkür ediyorum. Buyur. Ama taraftarım inşallah. Yetenekim sen yaz. Ay. Hatırlama taraftarım var. Bəli. Aha. Şimdi bakın 21'e şu an. 3x'in kvadratı. 8 geldi. Yine. 3'ten 5'in cəmi nə mi? 8. Mən mənfi 8 yazdım uşaqlar. Mənfi 3x, bir də mənfi üstə gələn 5. Eşkin ortalama var birincilərdə. 3x. Eşkin deyirəm, cavab vermir amma bölünməli. İkincidə ortalama. Ne var bende? Necə 5 uşaqlar? Mənfi 5. Nə qalır içəridə? X-in üstü çıxarılan çörək qalır 3x çıxılsın. 5. Aydın olur uşaqlar. Çıxarda bilir uşaqlar. Batın sən aydın olur bu. Nəmi sənə aydın oldu mu? İndi. Birdən sonra səhvdən yoxsa yazmamışsın. Necə? Səndə yoxdur? Yaxşı. Səndə də yox idiniz də. Səndə də yoxdur, Nazlı yoxsa yox? Yox. Onda 25'e kadar gəlin bir yerdə baxaq. Sorarsansa oradan buradan baxacaq. Niye böyle? Yəni elə bil ki, orada buradan seçimləri işlədən ki, evvel ilə biləsdir, alet ediləsin. Yeteğim bir şey diyor oradan. 25'e kadar işləyirəm. 22'ni, 23'ü, 24'ü özüm işləyirəm. 25'e. Yazmamışsınız. Bir tane 23 yazdım ama ben onu biliyorum. 25'e de yazmıştı, 30'a da yazmış. 30'a değil mi? 25'e de yazmış. 23 yazdım. Yazmıyor. Yazmış ama 25 yazdım. Yazmıyor diyor. Ben de Farklı bir şey. Fatma yazmışsan? 30'a Üstüne da yazmışım yazmış. ben. Ha, deyəm, bəs nəsə qoy, yoxdur məndən sorsa. Yok ben o birindeydi. Ha, okey. Demək istəyirəm ki, səhviniz var 25'e kadar. Yok. Ataç mı yapmıyor? Sən yox səhvin. Sən yoxsun. Sən bəs? Səhvin yoxdur. Yazmadın bəs? 25'e de yazmış, bakmıyor. Evet. Acaba ben şaka olmadı. Mesela 22'nin 23'ü cevapları yazıyorum sana. Yok. Bende yok. Yöneldi. Yöneldi. Ya. 22'nin 23'ü. Ben böyle beğendim bir Kur'an kitap danışıyorum. O da ben de 22'nin 23'ü ben yazdım. 25 yazdım. 22'nin 23'ü yazdım. Nazlı səhvdir. Niye bir şey? Nazlı yazmadı. Az yazmıyor. Yok. Aha. Nazlı yazdınız. Yazdım. Aha. Şimdi. Buradan Nazlı yazdığında ben de temsilim. Kesin ezberle. 22-23 bakalım. Aha. 22 var uşaqlar. 22'nin əslində yazmayacağım Nazlı. Niyə onu yazmamışam bilmirəm. A kvadratı, B kvadratı deyə qalar. Deyə 42 çıxan, deyə 43 də qalan ki. Mən xərcə uşaqlar 22-dən söhbət edirəm amma. Baxın, A kvadratı, B kvadratı, məxərcə A kvadratı, B kvadratıdır. Bir də sürətdə əsas səsim gəlsin.
42-dən 12 çıxıram, bir də toplayıram. Eyni məxrəcə də 34,5-dən bir dəfə 25,2 çıxıram uşaqlardan mən. Sonra 34,3 bir dəfə 25,5-i gəlirəm uşaq. İxtisar edirəm, həll edirəm. Gəlin bu xəbər alıram məsələn. 23-ə keçir uşaqlar. 23 maraqlı uşaqlar. Həqiqətən maraqlı uşaqlar. Baxın uşaqlar. Maraqsızdır. Bayqarlar. Yazıq verəcək. Kör gözü verir. İnşallah. Belə bir maraqlı sual verir. Həqiqətən maraqlı sual. Niyə? Çünki diqqətdən baxsınız. Nə var burada uşaqlar burada? Gördük baxın. Hamısında nə var? X var. Düzdür, hamısında X var. O məni yorur, düzdür? Hamısında X var. Ona mən görə X-i görəm çıxardım bu şeylərə. Çıxarsa mənə nə verəcək? Bu biraz istərsiniz ki, adam biraz incidir. Yəni X-ə fikir verməsəm desəm ki, X-ə fikir vermirəm bu dəfə də mən. Başqa nə edəcəklər? Heç ehtiyac verir, bilirsiniz ki, o. Baxın, yəni uzatmaq bir ehtiyac yox, nə mən deyirəm. Baxın, X neçədir uşaqlar? X sözü nədir? Mənfidir, düzdür uşaqlar, mənfidir. Mənfinin üstü cüddürsə, mənfi çıxır, müsbət çıxır. Müsbət çıxır. 7 üstünə uşaqlar. Heç kim bax bura. X üstünə uşaqlar. Cüc. Tək. Mənfi də olsa mənfi olacaq, müsbət də olsa müsbət olacaq. Fərq yox. Üstə qədilsin, 7 vurulsun, mənfi 7 üstünə uşaqlar. Və mənfi mən buradan sizi qabağa ata bilərəm mi? Düzdür uşaqlar. Deməli, bunu o kişi silib 7 üstü 4 yaza bilərəm uşaqlar. Niyə? Çünki nəmin? 3 dənə 7 buradadır, bir dənəsi də burada. Neçə 7 elədir? Yazdım mı mən bunu? Əla. Davam edirəm. 2 dənə 7 buradadır, gözü cüddür deyə müsbət olacaq. Bir dənə 7 buradadır. 7 üst neçə? Çıxılsın. 49 nə demək? 7 nə deməkdir? Bir dənə də bu 7, özü mənfi olursun, qabağına nə müsbət olacaq. Düzdür uşaqlar? Çünki X-in özü mənfidir, ona görə. Çıxılsın onu deyil. Əslində baxanda sadə bir şeydir həqiqətən. Baxın, 7 üst 4 ilə 7 üst 4 getdi. Bu müstəvi şeydir, bununla da bu getdi. Cavab nə qalır uşaqlar? Necə 14? Aydın mı uşaqlar? Nazlı 24 yazmışdan. Ahmet məntiq də yenisi ne var? Məntiq dedi, hələ biraz. Riyaset nəsə məntiq yox. Başa düşdüm ama. Bəzən belə praktik edirik, daha rahat cavablar çıxmaq olur. Ben riyaset mi? İnşallah. Tamam. İyi testler işleyeceğim bir yere. Ona göre. Necə? Ona göre. O hatta vəziyyətə belə işləyir. Anne, bundan sonra başka bölümleri aslında da var aslında. Sətində də var aslında. Ben size sefer seçim değil, adı seçimler Niyə lazımdır? değil. İnşallah yazıqlardan mı? İndi 25'e kadar, 30'a kadar yazanların Fatih Mecmu'da səhvi yox idi. 25'dən axıra qədər. Axır dedim yəni 80'ə qədər, 90'a qədər. Hansı bir testləri seçin, mən bu məncəlat verim. Ben değil ya. Sizin kvantizmən olacaq. 55. Neçə? Gəl, sırayla. Bir dənə 55 tələsin. Sən 55 yazı gözlə. Onsuz da ben de Her bir şey yok. 33. sayfada sert, aslında sert bir şey yok. Hərə biri deyirlər. Ya, nə istəsiz deyin. Heç kim başda 55'dən. Yok, ben her düşman 55'ten. Şimdi ben sual demedim. Ben asal sual demedim. 55. Biləm də. İttihada əmrə bir sual olmamış. Burada başka bir şey yok. Eşkin. Senden sonra siz Eşkin. kendiniz böyle. Eşkin baba. Bax eşkin. Sən deyir ki, belə bir hərf vermişsən nazda. Deyir ki, elə bir hərflər tapır ki, qaynanın yerinə. Buna bərabərdir. Mən də bunun açılışını verirsən. Hədə A-1 bu arada. Düz adı gəldi. A-1 bu arada. Minus. 4 emin kvadrat ne çoğu? 4'ün kvadratı. Emin kvadrat, üstü kvadrat. En üstü. Sıkılsın. 2AB. 2AB 2 vurulsun. 4 emin kvadratı vurulsun. Tekrar sen diyelim. 9 zeynəyi. Avala. Bu beraber değil mi buna? Evet. 9 zeynə kvadratın yerində 9 z diyanı. Düzdür. 16 emin üstü 4 nə deməkdir?
K. Bu saat səsin solda bu. Buna vursaq bir-birinə 2-ni 4-ə 8, 8-i 3-ə m kvadratı c. Bu nə qədər uşaqlar? Aydın uşaqlar sizə Bir de çatlı soruyordu. Bir de yazın. 105 de olur. Bakalım ne yapalım. Sen de hakkı ispat edin. Sen. Yıldızlar. 105 de 105. Sen anahtarlarsın. Çatlı orada bayda bir şey. Bakın ben. O şeyde 3'te 4'te 5'te orada çatlı. Yazın uşaqlar. Şimdi bunu yazacağız sonra siz de test edin kızlar. Bir de ekle, bir de ekle. Böyle 107 de 107 çıkardım. Yok. Misal. Yaxşı. Sen hazır olmuş. Görüm çeşitli şikayet gelmişsin. Çeşitli şikayet gelmişsin. Elliye Yapmışsın. Neyin yaşı gelsin bir şey yaparız. Yani derse cahil edeceğiz, onunla ilişkiler edeceğiz. Tamam. Senin inşallah. Ben Atak kazanacak şey. Zidane satmışlar efendim. Aa, ben buna gelmemişler yapmışlar. Yaxşı. Aha. İnşallah kızlar sen sual dinledin bana. 170'den mi öyle? Güzel. 170. Yani öyle bizler okunmuyor. Sen de sen de. Böyle yok da ağzınıza gelen ağzınıza geçin. Yüze kadar sual yok yani. bir kadar iyi misin? En iyi de olsun güzel falan. O yüze bak şalar. Gel yüze bak. 200 de çok bak. Bir ikisi yüzde şalar. 8x'in kubu. Üste gelmesin a çoğaltısını. Abala 2x plus 5. bx kvadrat üste gel cx üste gel d kime ayrılır. Sana ne istiyor? Düştürdüm ben de bu. A kuğu plus B. Aferin. A kubu plus b kubu değil aynı Fatıma. Hele a Fatıma nerede Nazlı bak bırak. Hele A eğilir A neşiyorsan değil yani. Bu A'nın kubudu düz yani düsturlanlar tamam buradaki adını anlaşma. Bu da 2x değil mi? Onda bu 2x'in kıvatı olmaz. Onda b'ni sevmiştim evet. 4'müş değil mi? Kıvatı değil zaten. Çünkü A üstteki B tanı A'nın yerine gelir. 5. Burada 5'in ne olacak? Kubu. Öyle değil şu an üstü. A kubu üstteki B kubu değil. 5'in kubu ne diyecek? 125. Buradaysa şu an adamın yerinde. Bu 5'in kıvatı da akıbat. A üstteki B. A kıvatı B kıvatı üstteki C kıvatı. A kıvatı üstteki A 5 üstteki B kıvatı üstü. Düzüm şu an. Bunun elinden 5'in kıvatı oldu 20. Bu da ne demek Cx yani 2x vurulsun 5'e. 2'ni 5'e vuranda ve C ne oldu şu an? Aydın onu sardırmadı birazdan. Kime karanlık kaldı? Nermin sana karanlık kaldı yani. Düsturdu şu an. A kubu üstüne B kubunun düsturudu. Açılış her şey verip bize. Buradan sınıfları tutuyor usta. A'da bu B'ydi. Düzdüm şu an. Su yazdık. Sana var zengin istedi. 125. Üste gelmişsin 4. Üste gelmişsin 10. Sensin 25. 125 yani 25, 150, 160, 164. Aydın oldu şu an. Evet. Ha. İşkin yaz. Şey yazayım ben de bu zaman. Güzel. Siz yazayım ben de bu zaman. Bozalım. Evet. Gördüm. Ne zaman gelmiş de bir şey. Aha. Sonra yazın kıran dersin. Yutarsın dedi. Nasıl da tutun. Yutarsın. Aha. Hadi bir de kadar. Aha. C
istənilən yerlər 90-dan, 80-dən, 95. 95-ə baxmışam. Mən ne deyirəm bu adamda yaşıyorlar? Biraz hərfləndirmişdə dəyişənlərinə görə mən fərq yoxdur. Olsun 95. 95'e bakın inşallah. Bir misal yazdım böyle düzdür şu an. 2 tane %45'i neye? Kıvatı. İşte gelmesin 4 tane %55'i neye inşallah? İşte yani 2 tane %45 vurulsun neye? %55'e. Vurulsun bir neye inşallah? Inşallah. Çok sade bir şey değil mi sizce de bu? Niye? Bu ikili müteden servisaz. Bundan buna ne oldu? Gideceğiz. Bundan buna ne oldu şu an? Gideceğiz. Bir de bu yanlarda 2 geldi. Bir de değil nazillerine. Orada nerede? 2 tane %45'i ne inşallah? İşte yani 4 tane %55'i ne inşallah? İşte yani 2 vurulsun, 2 tane %45 vurulsun. Hani bir hansı üstü inşallah? A kıvatı. İşte yani 2A, 5 B kıvatı inşallah. Yani olmayacak mı size 2 tane %45? Yani 4 tane %55'in neyi? 45 tane 501 taneyi, 2 de işte geldi. İşte geldi bir tane. 7 kıvatı. Aydın size geleyim. İşte geliyor. Evet, şimdi geliyor ki. Evet, geliyor ki. Yazdı şu an. Evet. Köpek var başlayalım. Sen Nermin'le birliktesin. Nermin sen de bir Nermin saldı. Sen karşısında. Sen? İzleyecektim. Rahat ol. Ahır bir dedi. İzleyecek inşallah. Bu arada ücretler rahat kaldı. İnşallah sadece olan ziyadlar gelmişti. Eğlenecekler ama. O sık oldu tadı yani. Elini çekmiş aldı. Bakın yani. Orada alt olduğu ne haber? Alt olduğu hadisi. Bu senin uşaqlara gecesi məclisə deyə onu satmışdı. Niye? Hatırlamıyorum böyle bir şey. Sırasını 9x, 18. C neye haber aşağılar? İşte geleceğiz. Bak el ben yapıyorum. Bir tane şöyle. 1, 2, bir de üçüncüsü. Çıkar. Yani A, B, bir de C. Yani bakınca x'in üstü. X plus A. B, aha. Bizden de ki A'nın B'nin senin tapı olarak hasilini inşallah. Neden diqqətlə baxmış ol? A'dan başlayalım. Bak birinciden. Düzdür inşallah. Çünkü A'dan başlayalım değil mi? Aha. X kıvamı çıxılsın 2x. Çox təhvil. Əslində mən bunu bir tömürü edə bilərəm. Nə deyək inşallah? Bir tömürdə inşallah köklərin hasili nəyə bərabərdir? Mənfi nəyə? Köklərin cəmi nəyə bərabər inşallah? Əks işarənin böyük mənfi gitsə nə olacaq? 2. Aydın buna yazar, o saat deyilsənə. Eşkəlim. İndi hansı ədədlərdir? Vuranda mənfi 8 eləsin, toplayanda 2. Mən 2'ni gördüm. Amma necə? Mənfi. Müsbət 2, mənfi 4. Aferin. Müsbət 2, mənfi 4. Deməli x1 oldu, mənfi 4. x2 oldu inşallah, müsbət 2. Düzdür də belə də A vurulsun, A'sı 1 də Ama kitabı yanlış ya, ben kvadratı. X çıxılsın, x1. 2 dənə mənfi dəyər nə olur inşallah? X üstə gəldi 4, bir də x çıxılsın nə? 2 ver, x. Yəni, tərəsinə. Sen yazmadın mı? Sən yazma axı eşkin. Çünki x çıxılsın, x1. Sen yazdın. Abla, burada. Bu müsbət 4, mənfi 2'dir. Niye ki? Çünki 4'dən 2 çıxanda 2'yə alır, müsbət 2'yə. 4 olur değil mi?
Ona göre yol olmaz. Yoğun uşaqların 2 mənfi də. Bak bura. Buranda mənfi 8 edir usta. Toplanan müsbət 2 eləməlidir. Necə mənfi 4 üstü 2 yəni? Eləməli. İndi şöyle fikir verin x minus 4 burada var. Eğer bu x plus 2 ise o an ne demektir? Bu ayrıntısı aşağılar. Ben bak uşaqlar hemen. Tamam. Şimdi keçir uşaqlar buna. Tamam mı? Bakın bir uşaqlar. B. Ortak ne var birimizde? Bu ikisinin arasında ortak ne? Hatta onu köçürüm sayalım. Buradan köçürüm. Uşaqların benim karşıma. Aha. Ortak ne var dedi uşaqlar? X'nin kvadratı. Ne kaldı x plus ne? Burada ortak ne var uşaqlar? 9. Sarsam mı mənfiyle? Ne kaldı x plus? Yine eşkin. Ortak ne var? X plus 2. Geriye ne kaldı? X'in kvadratı. Bu nasıl tutturdu? Alt. Yani orada nermin? X minus 3, bir de x plus 3. Başa şu uşaqlar. İndi fikir verin. Minus 3 buradadır. X plus 2 de bəyər burada da olsa da, ümumi bunun içine baxırsınız. Yaxşı hocam, çoğunluğu keçmiş idi biz bildiğim kadarıyla. Ama ne kaldı deməli b'nin yerine? B'nin ne qaldı uşaqlar? Bu da ayrı. Buraya kadar uşağımız aynen uşaqlar yoktu ki. Əla. İndi fikir verin, keçirəm C'ye. C neydi uşaqlar? X'in kvadratı plus Cx plus 3. Ama bir dikkatle bakın uşaqlar. C hansıdır? Çok adam hansıdır? Yani x plus x plus neye? Onlar hansıl değil sizce? Çünkü bunları aramış mesela eşken. Yani bu ile beraber x plus 3 plus x plus ne uşaqlar? Bu qalsın olduğu kimi. Çünkü ben bunu heç tapa bilməyəcəm. Yani bunu vur baxacaq. X vuranda 3x'e vuranda uşaqlar 3x. Düzdürmü? X'i x'e 3x'e vurur. Keçirəmin nəyə uşaq? X'i 1'ə vuracaq 0x. Üstə qənə düzdür, mənfi 3. Şimdi deyin görüm uşaqlar. X kvadrat. 3x'dən x çıxanda 2x 0. Eşkin aydın səhəbilənəcəm. Bax, mənfi 3 mənfi, x'in kvadrat, x'in kvadrat. Mən cx nə bərabər uşaqlar? 2x yazdım. C ne oldu onda? 2x. Çok. C de oldu ne uşaqlar? 2. Bu kadar görürsün. Bu Bak, nasıl değil? sizden ne istəyir? 2, 3, A, B, C'nin hansı istəyir? 2 vur, 3 vur, 2. Geçer. Adımda. Bu nasıl değil? Şahit bir abituriyet var. Abituriyet diyorlar. Toplumun Abituriyet. B. Ha, bir niye sor? Yazmayayım. Yaz biraz. Yok beyefendi. Hı? Konuşalım.